Hamıya salam dostlar, kanalıma xoş gəldiniz. Bu günləri biz sizinlə Age of History 2 oynayacağıq, yəni Fest 2. Mən Fest 2-nin pullu olan versiyonunu yüklədim, yəni oyuna pul vurmuş sayıla bilərəm. Ad günüm idi, pul vurdum. Biz indiki dünyanı yükləyəcəyik. Ancaq yorumlarda yazsınız ki, 2-ci Dünya Savaşını 2-ci Dünya Savaşını da çəkərəm. 2-ci Dünya Savaşını da söz çəkərəm. Sonra seçənəklərə girək. Zorluq normaldır, yaxşı. Oynayaq getsin. Hə. Tur keçdik. Zaten oyunda 4 turdan sonra savaşa bilərik. 4 turdan məsələn əvvəl savaşamırıq. Burada daha da gözlətmə kuləsi inşa eləyək, çiftlik. Bunlar bizə maddi dərəcədə pul verəcəklər. Görürsüz də, bax indidən 5-5 verməyə başladı. 5000 verməyə başladı. Atölye. Kütüphane də önəmlidir. Əsgərlərimiz təcrübələşirlər onda. Yəni məndən sizə tövsiyə ən aşağıda daha var. Dahaya girəndə burada inşa edilməli yerlər var. Onları inşa eləməlisiniz. Çünki onlar qəşəng bir şeydir, onları inşa eləmək. Biz birinci Suriyaya hücum eləyəcəyik. Suriyaya hücum eləyəndən sonra kanalı bağlamalıyam. Çünki deyir ki, kanalın ümumiyyətcə dəqiqəsi çoxdur deyənə video yüklənmir. Qəşəng indi Suriyaya hücum eləyə bilərik. Biz hələ ki, indiki dünya savaşında Suriyaya hücum eləyəndən sonra İraka hücum eləyəcəyik. Ondan sonra da bəlkə Misrə hücum elədik. Bəlkə. Baxın dostlar, bax, sizə görə ad günümdə Fest 2-yə pul vurdum. Heç olmasa bu qiymətləndirib like atın. Abunə olun. Ayda Tom və Jerry qovalamacası yaşayacaq indi. İndi bunlar gedəcəklər bölgəmi almaq istəyəndə mən də onları Tom və Jerry qovalaması kimi qoruyacağam. Qolayacağam, hə qolayacağam. Ona şükür. $500-600 zat belə göndərək. Arxadan dəstəkləri yollayaq. İzan bir belə basaq. Aha, bax demişdim də, bax planım yarıda qalacaq. Nə demişdim? Bu oyunda əsas düşünməklə planlardır. Əgər planınız qəşəngdirsə, oyunu udmaq ehtimalınız, zaten oyunu udmaq deyə bir şey yoxdur bu oyunda. Bu oyunda nə qədər ölkə ala bilirsiniz alın. Nə qədər ekonomi bastıra bilirsiniz, yatırdın ekonomi.
Hələ görün nə qədər ordu ilə, nə qədər çox şey elədimsə, hələ 21-dən qalxdı 25-ə, 4000 qalxdı. Çünki çox yer tikdim ona görə. Araşdırmayı biraz çoxaldacağam. Nüfus artışı artıdadır qəşəng. Ekonomi büyüməsi. Qəşəng Türkiyəni indidən qəşəngləşdirdik. Burada Türkiyə bayrağının yanında sol tərəfin ən üstündə. Onun yanında mavi qara adamlar var. Ortalarında da daş var. Ora giririk. Birinci gələn var Qamisli. Qamisliyə girdik. 2 dəfə tıklayırıq onayla. Bunları niyə görə eləyirik? Sual verə bilərsiniz. Bunları o görə eləyirik ki, Asilər adında bir dənə ölkə var. Ölkə yox, isyancılar. İsyancılar var Asilər adında. Bizə qarşı isyan eləyirlər. Niyə görə? Çünki ölkələrini əllərindən aldıq, müstəqil olmaqlarını əllərindən aldıq. Ona görə. Ayda ata, bu İranla mənim ilişkilərim niyə görə bu qədər olur da? Neysə, pul göndərək. Deyirlər ki, pulun üzü şirindir. Gözləyib, pulumuz yox, heç bizim. Neysə, pul göndərək. Deyirlər ki, pulun üzü şirindir. Neyse dostlar, bugünlük video ya da ki bir də bunu alaq. İçimdə qalır sonra. Oha. Ne? 934 öskürlə. Uydu. Da al dənə day. Ay şükür. Bir şey. Süper. Buranı da aldım. İsyancılara pul verdik ki, bizə qarşı isyan eləməsinlər. Görə ilişkilərimiz nətərdir? Oh, eksidən yavaş-yavaş azalır. Oh, yaşa. Misir. Bilirsən, aramız bir də Rusiya ilə qəşəngdir. Hə dostlar, sağ olun. Bugünlük video bu qədər idi.